İnsan özü dərk edir ki, mən böyümüşəm də ayrı fərd oluram. Antarktidaya getmək istəyirsən? Ya istəyirəm. Bu sözdə səmimisən, həqiqətən çox yox. 100%. Daha çox istirahət yönümlü insansan. Bəli, mən biraz relaksadım. İnsanın azadlığı digərlərinin azadlığının sərhəddində bitirir. Bəli, dərs. Yoruldum çünki dərs əməkdən mənə çox danışırsın. Çox danışmadın indi. Hər misala değinirsən. Bu niyə burada belə oldu? Başa Niyə düşmək mənim istəyirəm, ağlıma belə məsələn, çünki gəldi? başa düşməyən. Ən yaxşı bişirdiyin yemək və ya şirniyyat hansıdır? Daha çox mənə keks bişirdirirlər ki, o da insan süperlisən. Yəni onun verdiyi əslində belə deyək də xoşbəxtlik hissi, məsələn, onu yeməkdən ala bilməzsən və yaxud da ki, yatmaqdan ala bilməzsən. Dərslərimi qutarandan sonra. Sən bu dedikləri eləmisən? Məncə hə, yəni telefonla çox oynamaqdan, kinoya bu il heç baxmamışam filmə yaydan sonra çox darıxmışam. Adrenalin sevirsən. Adrenalin çox. Necə xoş gəlmisən? Xoş gördük. Belə bir sualla başlamaq istəyirəm. Bir günü tam istədiyin kimi yaşamaq istəsəydin, bir günün necə keçərdin? Ümumi həyatla bağlı, yoxsa dərs olaraq? Niyə ümumi? Yəni normal olaraq 2 saat dərs eləyərdim, ondan artıq eləməzdim çünki yorularam. Qalan vaxtında nəsə düzəltməklə məşğul olardım, nə vaxt da düzəltmirəm, 2-3 saat oyuna məşğul olardım. Sonra mən kinoya baxmağı çox xoşlayıram, filmə baxardım. Hansı janr? Yəni daha çox qorxu, belə aksiyonlar olur, Amerikan kinoları. Tam elə vibe olan kinolardan. Adrenalin sevirsən. Adrenalin çox. Daha çox qorxu, yəni ikisi bir yerdə gedir. Sonra yemək düzəldərdim. Bayıra çıxardım, gəzərdim, dükanlara baxardım, gələrdim evə. Shopping. Bəli. Biraz pul xərcləyərsən, özünə terapiya eləyərdin. Amma çox xoşladığım şeylərdir, bəli. Özünü ən çox nə zaman rahat hiss eləyirsən? Dərslərimi qutarandan sonra. Başqa, yəni dərslərin qutarandan, yəni o andan başqa yoxdur. İşlərim olanda da işlərim qutarandan sonra, yəni ümumi ola bilərdi. Yəni tam işsiz vəziyyətdə olanda özünü rahat hiss eləyirsən. Yəni elə bir iş varmı ki, o işdən məşğul olanda da özünü əslində rahat hiss eləyirsən? Bəli, nəsə düzəltmək, yəni öz fikrimi orada ifadə edə bilmək. Memarlığı ona görə seçdin, hə? Bəli. Əl işindən məşğul olmaq. Səncə insan nə vaxt böyüdüyünü anlayır? Özünü dərk edəndə. Özünü dərk eləmək deyəndə nəyə nəzərdə tutursan? Yəni ki, kim olduğunu başa düşür, necə bir insan olduğunu, nə edəcəyini, hər şeyin xarakterin dəyişdiyini onsuz da özü görür də. Sən bu dedikləri eləmisən? Məncə hə, yəni də tam formalaşmasa da, formalaşıb da yəni normal olaraq. Məsəl üçün nəyi dərk eləmisən, nəyi başa düşmüsən və yaxud da ki, vəbşə çox məsuliyyətli olmağı, yəni məsuliyyət daşımağı, daha çox mənim ki, yaxşı işlər görmək, fikirləşməyi, gələcəkdə yaxşı işlər görmək üçün, yəni uğur qazanmağı, amma sadəcə dərsdə yox, cəmiyyət içində də, yəni bu qədər. Hər tərəfli insan olmalı əslində. Həm özünə faydalı olmaq, həm ailəyə faydalı olmaq, həm cəmiyyətə faydalı olmaq. Yəni mükəmməl yoxdur, amma prosta ki, öz sınırlarımızda da elə bilərik ki. Sərhədlərimizdə bilərək, tamam. Bu il nələrdən imtina etməli oldun imtahanlara hazırlaşarkən? Ən sevdiyim əl işləri düzəltməkdən ən önəmlisi, telefonla çox oynamaqdan, kinoya bu il heç baxmamışam filmə yaydan sonra çox darıxmışam. Televizorda oturmağı, yemək bişirməyi, keks düzəldirdim, şirniyyat bişirməyi, onları... Ən yaxşı bişirdiyin yemək və ya şirniyyat hansıdır? Daha çox mənə keks bişirdirirlər ki, o da insan süperlisən. Zebra keksdir, belə onu eləyirlər. Başqa yemək olaraq da pizzada hər şey. Bacarsan? Bacar. Bişirsən amma yemirsən? Yox, yeyirəm, əlbəttə ki, hə. Evdəkilər də yeyirlər. Onlar üçün də yeyirəm. Həyatında indi daha az olsun dediyin nə var? Dərs. Yoruldum çünki dərs əməkdən 3-4 aydır aralıqsız hər gün dərs eləyirik. Hal-hazırda dərs. Bəli. Dərslər olmasaydı nə ola bilərdi səncə? Məsələn, keçən il üçün nə ola bilərdi və ya gələcəkdə nə ola bilərdi? Azaltmaq istədiyim olmasa. Yəni bundan daha az olsun. Hal-hazırda dərsdir, bəli, az dərs olsa daha yaxşı olar. Bunun işlərim olsun, işlərim daha az olsun, yəni ümumi ola bilər, bayırda daha çox istirahət yönümlü insansan. Bəli, mən biraz relaksadım. Relaksadım. Sənə görə balans nə deməkdir?
Balans məncə həyatdakı hər şey tarazlaşdırmaqda, yəni ki, həm o ümumi tərifdir də, biraz spesifik yanaşsaq. Bəli. Həm dərslərdə, həm ailə cəhətdən, həm cəmiyyət cəhətdən, həm dostlar, yaxınlar, hər şeydə balansı saxlamaqda, yəni həm münasibətlərdə, həm dərsə qarşı olan, necə deyim, fikrimizi toplamaqda, olan balanslaşdırıb qaydalarımızı, yəni rejim qurmaqda özümüzə belə deyim. Disiplinli olmaq yəni. Bəli, çox da yox. Mən çox qaydaya eləyən biri deyirəm də, əməl eləyən, qaydaya yaşayım. Xoşlamıram, nifrət edirəm. Spontanlığı biraz sevirsən daha sonra. Mən robotları xoşlamıram. Robotlaşmaq, ona görə qaydaları da xoşlamıram. Tamam. Amma disiplinli olmadan da ciddi uğur əldə etmək də olmur. Ciddi uğur mənə görə... Onda belə başa düşürəm, sən özünü daha çox yaradıcı insan. Bəli. Sektorunda görürsən, belə deyək, yaradıcı insan kimi dəyərləndirirsən. Səni ən çox yoran düşüncə nə olur? Gələcəyə bağlı bütün düşüncələr deyə bilərəm. Nə qədər da onlar səndə məsuliyyət hissi yaradır, qorxu hissi yaradır ona görə. Qorxu yaradır, amma məsələn, tutaq evdə deyəndə deyirlər, niyə fikirlərsən, gec fikirləşmə, imtahandan əvvəlsə nə ola bilər maksimumda. Yəni çox da vav bir şey kimi baxmırlar da, yəni ola bilər, pis də yaza bilərəm, yaxşı da yaza bilərəm. Sən niyə bu qədər fokuslanmısan? Yəni ailən əslində sənin arxandadır da, yəni dəstək. Mən də bilmirəm onu. Bilmirəm, istəyirəm ki, onlar mən həmişə yəni yaxşı böyüdüblər, yaxşı təmsil ediblər də, yəni həmişə mən yəni belə dağ kimi dayanıb belə deyim. Mən də niyə onlardan yəni yaxşı nəticə verməyim ki? Mən də onları doğruldum kimisindən istəyərəm. Amma onlar İslamla baxmırlar, mən özüm prosta. Başa düşdüm. Mən də onları sevindirim kimi. Bir şeyi yəni dərindən öyrənəndə o sənə necə hiss elətdirir? Çox yaxşı hiss elətdirir. Məsələn, adi riyaziyyatda misal tam dərinliyinə evdə özüm başa düşürəm. Çox rahat. Sevinç hissi, kədər, xoşbəxtlik. Mən bütün riyaziyyatı bilirəm. Elə bir şey. Yəni çox böyük uğur əslində, balaca misaldır, amma çox sevinirəm ki, mən başa düşdüm bu misalı dərk edirəm. Yəni tam dərk edəcəksən. Bəli. Məncə əslində çətin. Yəni onun verdiyi əslində belə deyək də xoşbəxtlik hissi, məsələn, onu yeməkdən ala bilməzsən və yaxud da ki, yatmaqdan ala bilməzsən. İndi olur da məqamlar var, fərqli dəyişir. Tamam fərqli bir həzzdir əslində. Amma ki, məsələn, mən riyaziyyatı xoşlayan biri deyildim də indi. Bu ildən, keçən ildən də indi xoşlamağa başlamışam. Yəni ona görə mənə görə çox yaxşı uğurdur. Həll eləmək xoşuma gəlir belə. İmtahana hazırlıq prosesində özünə ən çox nəyi sübut edirsən? Özümə ən çox nəyi sübut? Mən bunu bacara bilərəm. Yəni özünə sübut eləməyə çalışsan ki, indi bunu bacarır. Yəni əlimdən gəlir və potensialım çatırsa niyə də eləməyim fikrindəyəm. Bunu yalnız özünə sübut edirsən, yoxsa həm də ailənə və yaxud da ki, qohum-əqrəbə cəmiyyətə belə deyək. Cəmiyyətə də sübut edirəm, niyə də eləməyim ki? Yəni bilirsiniz ki, insanlar çox nəticəyə baxırlar. Onda sən də insanların baxdığı yerə baxanlardansan, yoxsa? Yox, mən onların baxdığı yerə baxmıram. Prosta ki, həm öz baxdığım tərəfdən ki, mən bunu bacarıb yaxşı nəticə əldə edirəm, həm də onlar yaxşı nəticə əldə edə bildiyimi görsələr, deyəcək, afisyo da. Yəni ki, çox insanlara baxmıram, daha çox özümə görə. Amma bu yaxşı olsun. Bu sözdə səmimisən, həqiqətən çox yox. 100%. Səmimiyyətsiz olduğum söz yoxdur. Vaxtı geri almaq istəsən, hansı ana qayıtmaq istəyirsən? Yaş olaraq elə olar. Fərqi yoxdur. Mən an soruşdum əslində, ay, il soruşmadım. Yəni o an hansıdır ki, o ana dəfələrlə və yaxud da ki, yenə də qayıtmaq istəyirsən, həmin an yaşamaq istəyirsən. Yəni hansı prosesin içində olduğun an? Fikirləşim dənəm. Daha çox əslində mama ilə papa ilə azad olduğum momentlər, biz həmişə səyahətə zad çıxanda mən çox xoşuma gəlir ki, biz məsələn adi maşında yol gedirik də, həmin anları dəfələrlə qayıtmaq istəyirəm. Yəni, ən xoşladığım andır həyatda ki, biz maşınla səyahətə çıxırıq da ya nəyləsə. Təyyarə olmasa da olur. Yox, fərq yoxdur. Yəni onda ailə ilə keçirilən zamanlara qayıtmaq istəyirsən də daha çox belə başa düşdüm. Elə yəni evdə normal oturduğumuz da normaldır da, yəni. Ailə ilə birlikdə səyahət eləməyi xoşlayırsan. Yəni da maraqlı vaxt keçirmək xoşum gəlir. Yenə də əslində istirahət anlarına qayıtmaq istəyirsən. Mən də fırlanıram, sonra gedirəm. Səncə insanı güclü eləyən nədir? Məncə, təbii ki, fikrimi necə izah edeyim.
gördüyü zəiflikləri, onu aşağı salan çətinliklər, üzləşdiyi çətinlikləri, bacara bilmədikləri, inad eləyib onun yəni ki, bacarmaq istəyi. Yəni məndə elə formalaşıb. Daha çox məsələn istəyirəm ki, mən bunu niyə bacara bilməyim ki, yəni bacararam da yəni. Gücüm çatar. Belə də özümü çətinə salmıram. Gücüm çatarsa edirəm də. Yəni biraz inadkarlıq əslində insanın. Məndə çox yoxdur, amma biraz bəlkə ola bilər. Biraz, az. O birazı qəbul edirsən. Mən özümə çox aşağı salmaq istəmirəm də, yəni stabil qalım. Nə çox, nə az. Dəyişmək sənin üçün qorxulu bir şeydir, yoxsa zəncirlərdən azad olmaq üçün bir fürsətdir? Dəyişim, yəni yenilik. Yəni hər ikisindən də var. Çünki böyüyəndə ailə məsuliyyətli bir insanı öz üstünə qoyur. Yəni əslində qoymur. İnsan özü dərk edir ki, mən böyümüşəm də ayrı fərd oluram. Yəni bunun ekstra bir məsuliyyət hissi var. Olur, əlbəttə ki. Amma ailənin himayəsi altında olanda çox da uşaq kimi olursan da. Belədən məncə amma çox da xoşum gəlmir əslində dəyişməkdən, amma lazımdır. İnsan dərk edir hər şeyi. Daha göz açıq olur, gələcəyə daha yaxşı baxır. Dəyişim olmasa da inkişaf olmur da, dərd orası da. Yox, olmur. Amma ən azından bunun fərqindəsən də ki, bəli, əlbəttə ki. İnkişaf üçün dəyişmək lazım. Gələcək deyəndə ağlına ilk olaraq nə gəlir? Gələcək olanda ağlıma karyeram gəlir. Yəni birincisi karyeramı artırım ki, çoxlu səyahətlərə gedə bilim. Yenə istirahət, yenə gəzmək, yenə shopping. Mənim ən böyük xəyalim dünyanı gəzməkdir. Bütün ölkələri yoxsa? Bütün ölkələri. Antarktidaya getmək istəyirsən? Aa, istəyirəm. Hətta orada türklər kuzey işıqları deyir belə. Kuzey işıqları kuzeydə olur indi. Şimalda yox, orada o tərəfdə soyuqdur da, məsələn, onu nəzərdə tutdum. Bugünkü İncidən bir cümlə eşitsəydin. Bugünkü İncidən. Nə eşitmək istəyərdin? Bugünkü İncidən. Fərqli bir sualdır. Bugünkü İncidən eşitmək istəyərdin. Biraz qəribə oldu. Yəni nə eşitmək istəyərdin sənin haqqında, nə desinlər? Hə, nə desinlər mənim haqqımda? Yəni özünü göstərməyi bacardı. Hal-hazırda yəni oxumağı ilə də yəni görürük ki, mən məsələn evdə çoxlu oxuyuram da. Evdəkilər də bu söz deyirlər ki, yəni biz görürük ki, sən onsuz da oxuyursan da. Amma bu səni qane eləmir, elə bir şey hiss elədim mənə. Nə qədər də oxuyursan, çalışırsan. Çünki biraz alınmış bəzən. Neçə sual vermişəm əslində yenə dolanıb həmin yerə gəlirsə, özünü sübut eləmək biraz daha çox səndə var elə. O hiss. Bəzən alınmır, məsələn, deyirəm ki, daha yaxşı ola bilərəm də. Onu deyə bilməyəndə mən əsəbləşirəm. Daha zəif olsan səncə nə olacaq, nə dəyişəcək? Heç nə olmayacaq. Özü hiss eləyirsən biraz sadəcə. Yox, heç nə olmayacaq, heç nə dəyişməyəcək. Heç nə dəyişməyəcəksə onu niyə daha yaxşı olmağa çalışırsan? Bilmirəm, prosta istəyirəm ki, niyə də olmasın da, yəni zəif olsam heç nə olmaz, amma niyə də yaxşı olmasın kimisinin. Yəni o potensialın varsa? Bəli, varsa niyə belə eləyirəm mən, yəni. Kaş ki dediyin 3 cümlə deyə bilərsən mənə, 3 cümlə. 3 cümlə. Kaş ki falan şey eləyərdim. Kaş kilər keçmişlə bağlı olur indi. Ay, doğrudan da elə mənə soruşdunuz. Mən gələcəyi fikirləşdim, kaş gələcəkdə belə olsun. Hə, keçmişlə bağlı. Kaş bunu belə eləyərdim, kaş bu olmazdı. Dediyin 3 hal. Kaş birincisi 9-cu sinifdə telefonu az oynayardım biraz. İkinci cümləm odur ki, kaş əvvəlki siniflərdən lap balaca daha çox dərs oxuyardım ki, indi daha da çox naqruska düşməzdi, yük düşməzdi ki. Amma sən axı eyni zamanda vurğulayırsan ki, məsələn aşağı siniflər, 5-ci sinifdə oxuyan necə olsa? Hə, 5-də yox da, məsələn 9-10 nəzərdə tutaq, imtahan illərində. Çox da yox, yəni mən az oxuyurdum. Çox da önəm vermirdim də yəni. Yəni normadan az oxuyurdum. Normada oxusaydın daha yaxşı olardı. Bəli, normadan oxuyaydın. Bir dərəcə üstü olsun lap. Bir də ki kaş ki fikirləşimdən 3-cü cümlə qaldı da. 3-cü cümləni sonraya saxlaydım. Mən 3-cü cümləni yaşamamısan da ilk olaraq ağlıma gəlmirsə, demək ki, o qədər də kaşkin yoxdur. Biri oxumaqla bağlıdır, biri nə ilə bağlı idi? Birinci cümlə nə idi? Nəysə. Tamam. İnci, stəkanın dolu tərəfini görənlərdənsən, yoxsa boş tərəfini? Mən dolu tərəfini görərəm. Niyə? Çünki hər şeyə yaxşı baxmaq lazım deyə. Onsuz da həyat da imtahan kimi şeydir də, yəni. Mən özümü əslində həyata gəldiyimə görə seçilmiş hiss edirəm. O qədər adam var ki də, yəni. Növbədədilər mən seçimdə. Çoxu bədbəxtdir, çox xoşbəxtdir. Mən özümü xoşbəxt hesab edirəm. Çünki nəsə gəlmişəmsə bir məqsədlə gəlmişəm ki, o məqsəddə inanıram ki, mənim üçün yaxşı olacaq. Tapmısan o məqsədi? Hə, tapmışam.
bizlə də paylaşa bilərsən yoxsa? Elə gələcək bütün dediklərim hər şey. Məqsədim prosta xoşbəxt olmaqdır həyatdakı. Əslində hər bir insanın ən son məqsədidir. Bəli. Yəni bütün çabamız, yəni mübarizəmiz indi olacaq prosta ki, yəni olsun amma ki, bilim də ki, xoşbəxt məsələn, anı hiss edə bilim, yaşaya bilim hər günümü, yaxşı eləyim, hər vaxtımı dəyərli keçirdim, istədiyim kimi də. Ancaq o stəkanın boş tərəfini də görmək, yəni o neqativ tərəfi deyək də. Bəli. Onu da göz ardı eləməmək lazımdır. Bəli. Çünki o da həyatın bir hissəsidir. Yəni. Çünki dolu hissə var, boş hissə varsa, doludursa, demək bir hissəsi boşdursa, demək ki, orada da bir şeylər var da, yəni oradan da bir dərslər çıxarmaq əslində pis olmaz. Amma mən əslində o misalı biraz ancaq dolu suyu için bəsimdə onu istəyirsən. O misal mənə biraz qəribə gəlir. Məsələn, stakanı doldurmuşamsa, stakan doludur da. Yəni orada su var. Fakt odur. Yox, sən doldurmamısan da stəkanı. Hər hansı başqa bir şəxs doldurub, yəni başımıza bir hadisə gəlib. Həmin hadisənin müsbət tərəfi var, mənfi tərəfi var. O müsbət tərəfinə dolu tərəf deyirik, mənfi tərəfindən boş tərəf deyirik də, neqativ. Yəni mən dolmuş suya baxıram, yuxarıdakı hissəsinə boşluğa baxmıram çox vaxt. Dolunun içində də çətinliklər varsa, olsun, xoşbəxt olacamsa, niyə də üzləşməyim? Belə. Yəni xoşbəxtliyə gedən yol üçün hər şeyi qurban verməyə, hər əngəli aşmağa. Ya hər şey deməz. Hər şey deməz. Yox. Elə şey var ki, qurban vermirəm amma xoşbəxt olmuram. Yox, əlbəttə ki, anında olur da elə şeylər. İndi ağlıma gəlmir amma hər şey olmaz. Mənim xoşbəxtimə görə heç kimin də xoşbəxtini pozmaram kimisindən. O əslində demokratiyanın, yəni tərifi deyə bir baxımdan. Yəni bir insanın azadlığı digərlərinin azadlığının sərhəddində bitirir. Bəli. Səncə riyaziyyatı niyə öyrənməliyik biz? Mənə görə riyaziyyat həyatı öyrədir. Mən həyatı öyrədən fənləri xoşlayıram ki, bütün fənlər əslində elədir. Məsələn, riyaziyyat həyatı sənə necə gəlir? Riyaziyyat çətinliklərlə üzləşməyi, o mürəkkəb məsələlərin içindən çıxmağı belə tək-tək yavaş-yavaş oxuyub həll eləyirsən. Asan sual olanda sevinirsən, çətin sual olanda çətinə düşürsən, amma sonrasında həll eləyəndə xoşbəxt olursan ki, mən bunu dərk etdim. Hətta da bəzi məsələləri dərk edəndə dərin məsələlər adam xoşbəxt olur ki, sarmaşığın içindən çıxır. Üçüncü cümləm bir də ki, olardı ki, kaşqi ilə bağlı üçüncü cümlə. Kaş bir də xarakterim əvvəlcədən məsələn biraz dəyişərdi də. Mən çox səmimiyyət belə də pis çıxır ki, çox da yaxın belə mən xoşlayıram pozitiv insan olunca da, amma məncə hələ də olmaq çox yaxşı bir şey deyil də, yaxın olmazdı. Çünki adam kin saxlaya bilmir, nə bilim, tutaq kimsə nəsə etsə tezdən yəni bağışlaya bilməyəcəm, səhvsə bağışlayır, nə bilim. Mən ən yəni sən bağışlayanlardansan da belə deyim. Hə, onu çox xoşlamıram əslində. Adam biraz bağışlamaz da, mən niyə bağışlayım ki? O xasiyyətimi xoşlamıram. İndi bunu mən biraz özümü tərifləmək kimi qəbul eləyək yoxsa? Yox, eləməyək. Mən onun üçün əvvəlcədən dedim ki, yəni səmimiyyət deyəndə biraz şey kimi çıxır, amma çıxmasın. Mən xoşlamıram tərifləmək heç vaxt. Necə çıxdı bilmirik. Əsas odur ki, sən özünü bilirsən. Bilirəm, amma tərifləmək heç xoşlamıram. Səni bilməyən də özü kimi bilir. Amma özünə baxır, yəni çox da vetmə dörət. İnci, həqiqətən maraqlı bir çəkiliş oldu. Düzdür, mən də özümü tərifləmək kimi çıxmasın, maraqlı suallar hazırlamışdım. Fərqli formatda suallar hazırlamışdım. Son olaraq demək istədiyin, ürəyində qalan bir şey varsa, dərslədə deyə bilmədiyin, izləyicilər qarşısında hamıya denə. Dərslədə deyə bilmədiyim fikirləşib. Mənə çox danışırsan. Çox danışmadın indi. Hər misala değinirsən. Bu niyə burada belə oldu? Başa düşmək istəyirəm, məsələşəm çünki başa düşməyən. Məncə dərslərimizi oxuyun 11-ci sinifdə, 10-cu sinifdə. Ondan sonra həyat özü davam edir. Bu qədər. 2 il çətinlik var. Nə qədər? 2 il. Bəs yerdə qalan 9 il. Kef eləyin, 10-dan 11 oxuyun. Elə şey olmur axı indi. 2 ildə yəni sən 11 il ərzində öyrəndiyin kimi birinci keyfiyyətli bir şey. Yox, elə də demədim. Dedim ki, 11-də çox oxuyun. Əvvəllərdə oxuyun, amma çox oxuyun. Əslində o tərsinə olmalıdır məncə. 9 il çox oxuyub yaxşı oxusalar, 10-11-də sadəcə təkrar bəs eləyir. Yəni vurma cədvəlinin mənə görə çox da şey yoxdur. Əslində təməl deyə. Baxın, bizim keçdiyimiz mövzuların bir çoxu, tutaq ki,
bərabərsizliklər olsun, tənliklər sistemi olsun, həm kvadrat tənliklər olsun, üçbucağı, dördbucaq, paralleloqram, çevrə, dairə. Bunlar hamısı 7, 8, 9 siniflərdə olan mövzulardır. Bəli, bilirəm, amma yəni o mövzularda əslində ciddi, yaxşı baza olsa, 10-11-ci sinifdə yəni bir problem yaşanmaz. Çox da yaşanmaz, amma indi məsələn bizim dövrdə ki, hazırlar repetitorların yanına gedirik 10-11-ci sinifdə. Tələb elədiyi odur da, tələb odur ki, biz o vaxt çox oxuyaq, tapşırıq çox verilir. 9-10-da, yəni 9-dan aşağı siniflərdə heç adamla oxumağa gəlmir axı. Yəni uşaqlıq illərdə maksimum 15-dən aşağı yaşında oxuya bilərsən ki. Oxuyarsan, nə bilim, mən sıxıcı gəlirdi şəxsən o illərdə. Əslində məktəbdə məktəb dərslərinin hissə-hissə, xırda-xırda vaxtında yaxşı oxusan, yaxşı baza yaranır. Normalda o qədər də yaxşı şəkil oxumamısan, elə mi? Yox, karantinə düşmüşdüm axı özdə. Mən adamın yəni bəhanən hazırdır da. Bəli, mən öz fəaliyyətimlə məşğul olub əl işləri düzəldib özümü inkişaf etdirirdim. İnci, təşəkkür edirəm, çox sağ ol. Mən təşəkkür edirəm. Vaxtım bilirəm çoxdur. Dırnaq arası. Yox, mənim işim var. Vaxt ayırdığın üçün təşəkkür edirəm. İmtahanda bir şey qalmayıb. Həyəcanlı deyirəm. Bu ayda saymasaq, həyəcanlı deyilsən. Yox, deyirəm, heç. Təşviş falan da yox. Yox. Evdəki həmişə deyir ki, niyə həyəcanlandı, hər şey gedəcək, bildiklərini də yadından çıxardı. Sən nə deyirsən o evdəkilər deyir? Mən deyirəm ki, mən biraz həyəcanlıyam. Deyirlər, olma, heç yanı nə olacaq, ya imtahanda get, ver, gəl, vəsə, bu qədər. Sən nə hiss edirsən bəs? Sən nə düşünürsən? Yəni təşviş ola bilməz ki, olmasın. Çünki təşviş əslində ya və yaxud da ki, narahatlıq deyə və yaxud da ki, stres az miqdarda olmalıdır, olmasa problem var. Amma çox olanda problem var. Yox, normal da. Yəni normal da deyil, normaldan da aşağıdır. Normaldan da az. Yəni da 11 ildir keçdiyimdə də ingilis dili, Azərbaycan riyaziyyatı. Blokdan qorxuram biraz. Kimya bu il başlamışam. Riyaziyyatda 11 il keçməmisən də. Mən keçəndə də nə keçirdim olardı. olardı. Bəli, 11 sinifə heç keçməmişəm. Kimya bu il başlamışam. Fizika 2 ildir təzə fəndir. 10 bal üzərindən qiymətləndirə bilərsən, riyaziyyatı neçə ballıq sevirsən? 6.5. 6.5. Bəs neçə ballıq başa düşürsən və ya bilirsən və ya bacarırsan? 10 üzərindən. Bilə biləcəyim qədər 8.5 ola bilər, ya 9 verərəm, 10 vermərəm. Amma ki, bildiyim qədər 7, 6.9, 7.5. Ədədləri, rasional ədədləri qatdın bir-birinə. Saydı hamısını. Tamam. Bu qədər təşəkkür edirəm bir daha İnci. Əziz şagirdlər, əziz izləyicilər, əgər faydalı hesab elədinizsə mütləq bəyənin, paylaşın. Abunə olun ki, yeni videoları da izləyəsiniz. Növbəti videoda görüşənədək özünüz. Unutmayın, uğur təsadüf deyil, seçimdir. Uğuru seçin.